Orta gün davam edir. Trip layihəsi Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək. Eyni zamanda yeni bir ticarət yolu yaradacaq. Bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü senator Steve Daines Vaşinqtonda ABŞ Cənubi Qafqazda yeni strateji imkanların müəyyənləşdirilməsi mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə Azərbaycan, Ermənistan və digər regional dövlətlər bundan faydalanacaq. Orta gündə Cənubi Qafqaz regionunun yeni nəqliyyat xəritəsini, eləcə də nəqliyyat əməkdaşlığının ən mühüm bloku olan Orta Dəhliz üzrə atılan birgə addımların tranzit daşımalarına əhəmiyyətini müzakirə edirik. Qonaqlarım millət vəkili Tahir Mirçili və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, İqtisad elmləri doktoru Aqil Əsədovdur. Hər ikiniz xoş gəlmisiniz. Tahir müəllim, öncə sizdən başlamaq istəyirəm. Ümumiyyətlə, Trip layihəsi artıq son günlərin əsas layihəsidir və biz bundan danışırıqsa, təbii ki, burada Orta Dəhlizi xüsusilə qeyd eləməliyik. Çünki Orta Dəhlizin qollarından biridir. Və bunun artıq biz görürük ki, keçirilən bütün konferanslarda da, müzakirələrdə də bunun əhəmiyyəti xüsusilə vurğulanır. Mən öncə ondan başlamaq istəyirəm, Orta Dəhlizdən. Orta Dəhlizin regional əhəmiyyətini biz ümumilikdə necə dəyərləndirə bilərik? Orta dəhlizə yalnız bir nəqliyyat dəhlizi kimi baxmaq doğru deyil. Çünki Orta Dəhliz artıq dünyada yeni bir dövrün başlanğıcında mühüm bir əməkdaşlıq formatının formalaşdığı çox mühüm bir formatdır. Yəni, bugün dünyada artıq getdikcə daha çox siyasi populizm kənara duran, amma daha çox iqtisadi əməkdaşlığı önə çəkən, pragmatik maraqlarla və daha soyuqqanlı gələcəyə baxmaqla əməkdaşlığın bir dövrü başlayır. Yəni, bu cəhətdən baxsaq, Cənab Prezidentin bu yaxınlarda Avropa sammitində dediyi çox maraqlı bir fikir var. Yəni, biz xarici siyasətimizdə, iqtisadi siyasətimizdən daha çox istifadə edən bir dövlət kimi dünyada həm də bu yeni mərhələnin bir başlanğıcıdır. Dünya artıq anladı ki, son 20 il ərzində bu yalancı vədlər, siyasi populizm, bir-birinin daxil işlərinə qarışmaq, sonunda dünyada müharibələri gətirib çıxartdı və dünyanın iqtisadi cəhətdən geriləməsinə gətirib çıxartdı. Dünya indi qlobal fəlakətlərlə və yaxud da ki, qlobal təhlükələrlə mübarizə aparmaq üçün hökmən iqtisadi və pragmatik cəhətdən bir-birinə əməkdaşlıq etməlidir. Bu cəhətdən baxsaq, Orta Dəhliz yalnız bir iqtisadi layihə deyil, həm də eyni zamanda bir əməkdaşlıq formatıdır. Orta Dəhliz həm də eyni zamanda xalqlarının bir-birini anlaması, eyni standartla yanaşması və gələcəkdə Avrasiya materikində müharibənin olmaması üçün çox mühüm bir formatdır. Həm də qeyd etmək istəyirəm, siz fikir versəniz, Türk Dünyası Təşkilatının özündə də belə bugün baxmayaraq ki, biz eyni milləti, eyni xalqıq, eyni dinə mənsubuq, amma bizim içimizdə də əməkdaşlığın ən orta və ən doğru xətti məhz Orta Dəhlizdir. Sanki Orta Dəhliz elə bir ki, eyni dilli və eyni dinli bir millətləri də birləşdirib artıq. Yəni, bu cəhətdən baxsaq, bunun siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Həm də nəzərə alsaq ki, bugün Avrasiya materiki dünyada hər zaman iki dünya müharibəsinin mərkəzində olan bir materik olub. Dünyada ən böyük siyasi qarşıdurmaların olduğu materik məhz Avrasiyadır. Məhz Orta Dəhliz də bugün bu materikin orta xəttidir və bu şərq və qərb arasında olan, amma eyni zamanda da ən çox xalqların və millətlərin keçdiyi bir xəttir. Siz ikinci və üçüncü xəttə fikir versəniz, bugün şərq və qərb arasında, belə deyim, daha əvvəlcədən mənzul olan şimal marşrutu, o hər hansı bir xalqlar arasında inkirəsiz gətirib çıxartmır. Hətta bugün Avropa və Rusiya arasında müharibə əddinə gətirib çıxartıb. Kifayət qədər siyasi qarşıdurmanın olduğu bir marşrutun keçdiyi bir xəttdir. Eyni oxşar mənzərə cənubda da var. Cənubdan keçən, xüsusən də su vasitəsilə gedib çatan, orada da müharibələr, gedib Süveyş kanalında olan tıxanmalar və yaxud da ki, orada baş verən hadisələr onu göstərir ki, bu layihə də dünyada inteqrasiya gətirib çıxartmadır. Amma bugün düşünürəm ki, Avrasiya materikinin ən böyük ümidi məhz Orta Dəhlizə bağlıdır. Çünki Orta Dəhliz daha çox sayda xalqları, daha çox sayda dövlətləri keçən bir xəttdir. İqtisadi maraqlar eyni zamanda bir-birinə inteqrasiya maraqlarını gətirib çıxardır ki, Orta Dəhlizdə kifayət qədər bugün artıq gedən standartlaşma və inteqrasiya prosesləri var. Bugün hər kəs istəyir ki, bu dəhlizdə iqtisadi siyasəti eyni olsun, tariflər eyni olsun, dəmir yolu xətlərində standartlar eyni olsun, hər kəs istəyir ki, eyni dildə danışsın. Yəni, siz bugün Orta Dəhlizin keçdiyi dövlətlərin həm dövlət başçıları, həm eyni zamanda nəqliyyat nazirlərinin çıxışlarına fikir versəniz, artıq getdikcə demək olar ki, eyni leksikondan istifadə olunur. Ki, inteqrasiya olunaq, eyni standartlar qəbul edək, sənədlərimiz daha çox rəqəmsallaşmasın, bugün bir yükçindən Avropaya və yaxud da ki, istiqamətə gedəndə vahid bir informasiya portalı olsun ki, bunlar danışacaq Türk Dünyası Dövlətləri Təşkilatında artıq kifayət qədər böyük bir xəttir. Və bu arada düşünürəm ki, ikinci bir məsələdə xüsusi demək lazımdır. Təbii ki, bunun çox ciddi bir iqtisadi tərəfi də var. Bugün son bir il ərzində təkcə Orta Dəhlizdən daşınan yüklərin həcmi
təxminən 64%-ə qədər artmışdır. Təxminən 4,8 milyon tona çatmışdır. Bu ilin sonuna qədər bu rəqəmin 5 milyon tonu keçməsi gözlənilir. 2027-ci ildə bu rəqəmin 10 milyon tonu keçməsi gözlənilir. Yəni bütün bunların hamısı dəhliz ətrafında, həm də dəhlizdən keçən yüklərin kifayət qədər iqtisadi fayda əldə etməsinə gətirib çıxardır ki, burada düşünürəm ki, iqtisadi fayda yeni, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı əldə oluna biləcək gəlirlər bütün ölkələri bir yerdə oturmağa, bir yerdə danışmağa və bu layihənin daha çox inkişaf etməsi səbəb olacaq. Təsadüf deyil ki, təkcə son 3 il ərzində, məsələn 2022-ci ildən etibarən artıq Avropa Birliyi də kifayət qədər bu istiqamətdə səy göstərir. Bir neçə ildə artıq Azərbaycan, Çin, Azərbaycan-Avropa münasibətləri, hətta okean tayında olan Amerikanın belə, Amerika Birləşmiş Ştatlarının Zəngəzur dəhlizində bu cür fəallığı onu göstərir ki, orta dəhlizin həyata keçməsi bugün bütün dünyanın diqqətində olan çox mühüm bir hadisədir. Təşəkkür edirəm Tahir müəllim. Aqil müəllim, maraqların olması təbii ki var. İstənilən bir sahədə biz dövlətlərin maraqlarının olduğunu görürük. Və Tahir müəllim belə bir ifadə işlətdi ki, burada həmin o dövlətlər hətta eyni dildə danışmaq istəyirlər, standart olmağa çalışırlar, can atırlar. Yəni sizcə Tahir müəllim burada o fikri işlətdi, bəs rəqabət məsələsi necə olacaq? Rəqabət olmalıdırmı? Əgər iqtisadi layihənin gerçəkləşməsindən söhbət gedirsə, onun gələcək hədəflərindən söhbət gedirsə, o zaman rəqabət olmasa inkişaf necə olacaq bəs? Çox sağ olun. Tahir müəllim orta dəhliz haqqında ətraflı dedi. Amma əslində Azərbaycan olduğu yerlərə sülh və əməkdaşlıq daşıyan bir ölkədir, rəqabət yox. Məsələ bir dəhlizdən söhbət gedirsə, dəhliz boyunca rəqabət yox, uzlaşma, sinxronlaşdırma vacibdir. Çünki rəqabət olduqda dəhlizin mövcud potensialının reallaşdırılması biraz çətin olur. Orta dəhliz bu günləri Çindən Avropaya əsas yük axını trayektoriyasıdır. Orta dəhliz Çindən, Qazaxıstandan, Xəzərdən və Azərbaycan üzərindən, Türkiyə üzərindən Avropaya daşımaları həyata keçirən bir dəhlizdir. Əsas yük axını, ona görə əsas yük axınıdır ki, hörmətli millət vəkilimiz də qeyd etdi, həm stabil dövlətlərin ərazisindən keçir, bu çox önəmlidir. Həm də eyni zamanda bu dövlətlər sinxronlaşmaq üçün, ortaq məhrəcə gəlmək üçün çox yaxın mövqedən çıxış edirlər. Əlbəttə, orta dəhliz üzrə proqnozlar 2030-cu ilə qədər daşımaların 3 dəfə artacağı, 2040-cı ildən sonra daha sürətli artımların olacağı, bunlar hamısı orta dəhliz üzərində davamlı işlərin olmasını zəruri edir. Bugün dünyada dövlətlər arasında əsas qeyd etdiyiniz rəqabət deyək, mübarizə deyək, daha çox nəqliyyat, kommunikasiya imkanlarına malik olmaq üzərində gedir. Və Azərbaycanın coğrafi mövqeyinin qazanırdıqları üstünlüklərin uzun illərdən bəri sistemli, düşünülmüş şəkildə uzlaşdırılan siyasətlə, infrastruktur təminatla, bax, bunların hamısı kompleks olaraq Azərbaycana bir üstünlük qazandırır. Və baxın, indi Tahir müəllim qeyd elədi, 2015-ci ildən Azərbaycanda tranzit daşımalarla bağlı Koordinasiya Şurası fəaliyyət göstərir. Amma bunun bir ölkə üzərində olması dəhliz boyunca effekt verməsi mümkün deyil. Ona görə də oxşar şuraların, oxşar birgə əməkdaşlıqların orta dəhliz boyunca olması, orta dəhlizin əhatə etdiyi ölkələr üzərində timsalında formalaşdırılması zəruridir. Orta dəhlizin bizə vəd etdiyi daşıma həcmindən bağlı, baxın, biz indi 1998-ci ildə İpək yolunun bərpası ilə bağlı Bakı şəhərində keçirilən beynəlxalq konfransdan üzübəri biz nəqliyyat infrastrukturunun, nəqliyyat sisteminin inkişafı ilə bağlı sistemli tədbirlər həyata keçiririk və 2003-cü ildən ölkəmizdə bünövrəsi qoyulan proqram təminatlı dövlət idarəetməsi bu günləri uğurla davam etdirilir. Bu gün də biz nəqliyyat infrastrukturunun, tranzit daşımaların artırılmasından, təşviqindən, daha sürətli və çevik icrasından bağlı proqramlar həyata keçirilir və o proqramların hər birinin monitorinqi, qiymətləndirilməsi aparılır ki, hansı çətinliklər bizim qarşımızdadır, biz nələri etsək daha tez hədəflərə çata bilərik. Və bu, olduqca dəhlizin potensialından istifadə ilə bağlı əlverişli şərait yaradır. Bir məsələni də qeyd edib fikrimi tamamlamaq istərdim. Azərbaycanın bu dəhlizdə başqa bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan həm dəhlizə yalnız bir daşıma trayektoriyası kimi yanaşmır. Cənab Prezidentin çıxışlarında da dəfələrlə səslənib ki, biz orta dəhlizə və ümumiyyətlə beynəlxalq nəqliyyat dəhlizlərinə dəyər yaradan bir zəncir kimi yanaşmalıyıq. Yalnız daşıma marşrutu kimi yox. Ona görə də orta dəhliz, o cümlədən Azərbaycanın qoşulduğu digər beynəlxalq nəqliyyat layihələri perspektivdə ölkənin inkişafını təmin edən, yeni məşğulluq imkanları yaradan, yeni sənaye imkanları yaradan bir dəyər zəncirinə çevriləcəkdir. Və başqa bir üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan bütün bu məsələlərə kompleks yanaşır. İnfrastruktur təminatı,
rəqəmsallaşma, gömrük proseslərinin əlaqələndirilməsi, uzlaşdırılması və paralel olaraq da potensial imkanlarının öyrənilməsi və təbliği. İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin İqtisadi Əməkdaşlıq Təşkilatı və Korrektor İnstitutu ilə birgə Orta Dəhliz, Mövcud Reallıqlar və Perspektivlər kitabı bu yaxınlarda Avropada nüfuzlu bir nəşriyyatda nəşr edildi. Və o kitabda Orta Dəhliz boyunca yerləşən, o cümlədən dünyada beynəlxalq nəqliyyat daşımalarından bağlı təcrübəsi olan 10 ölkədən 22 deməli mütəxəssis cəmləşmişdi. Paralel olaraq tranzit icmalı, nəqliyyat icmalı ilə bağlı ənənəvi dövrü nəşrlər var ki, bunların məqsədi, hədəfi həm dəhlizin potensial imkanlarının təbliği, həm də eyni zamanda potensial imkanların gələcəkdə daha yaxşı şəkildə reallaşdırılmasına töhfə verməkdir. Orta dəhliz və yaxud da digər beynəlxalq dəhlizlər yalnız daşıma marşrutu deyil. Oradan keçən beynəlxalq daşıyıcılar həm də ölkəmizi təbliğ edir. Ölkəmizdə digər sahələrin inkişafına təkan vermiş olur. İqtisadi aktivliyi yüksəltmiş olur. Bax, bu mənada da sualın əvvəlinə qayıdıram. Rəqabət yox, əməkdaşlıq təbii ki, Azərbaycan bunu həmişə təmsil edir və bu əməkdaşlıq da ölkəmizin gələcəkdə daha sürətli iqtisadi tərəqqisində öz sözünü deyəcəkdir. Təşəkkür edirəm. Tahir müəllim, biz həm də bu TRIP layihəsi, yəni Zəngəzur dəhlizinin açılmasına danışırıqsa, burada həm də Türk dövlətlərinin daha sıx birləşəcəyi proqnozlar da verilir. Burada əsas hədəflər nədir? Qarşıya qoyulan məqsəd nədir? Türk dövlətləri bu layihə gerçəkləşəndən sonra hansı məsələlərdə bir araya gələ biləcəklər? Və digər tərəfdən də mən soruşmaq istəyirəm, bu daha çox nəqliyyat olacaq, yoxsa dəmir yolu olacaq? Hansında biz daha çox, belə deyək, uğuru əldə edə biləcəyik? Texniki cəhətdən orta dəhlizin tam gücü ilə işləməsindən iki mühüm çağırış var. Onun biri Xəzər dənizidir, ikincisi Ermənistan ərazisidir. Xəzər dənizindəki məsələlər bir hissəsi bizdən asılı olmasa da, çünki havanın dəyişməsi və yaxud da ki, dünyada iqlim dəyişiklikləri Xəzər dənizində ciddi tranzitdə problemlər yarada bilir. Amma Azərbaycan, Qazaxıstan, eyni zamanda Türkmənistan tərəfində portların yük buraxılışı qabiliyyətinin artırılmasına xeyli iş görülür. Həm Azərbaycanda, həm Qazaxıstanda səhv ildə 25 milyon ton yük aşırmaq qabiliyyəti var bizdə. Yəni bununla yanaşı eyni zamanda Xəzərin şərq tərəfində də Qazaxıstan ərazisində bildiyiniz kimi yüklərin ən çox cəmləşdiyi ölkə Xəzərin şərqində Qazaxıstandır. Amma hal-hazırda Çin, Qırğızstan, Özbəkistan dəmir yolu çəkilir. Qazaxıstan öz ərazisindən yüklərin Çindən birbaşa Xəzər dənizi ötürməsinə mal yeni bir xəttin üzərində işləyir. Bu dediyim layihələr hamısı daha çox 2027-2030-cu illərdə reallaşa bilən layihədir. Yəni Xəzərin əslində Azərbaycan tərəfi və Türkiyə davam etməklə daha çox dəmir yolu infrastrukturunun inkişaf etdiyi bir ərazidir. Amma Xəzərin şərq tərəfi kifayət qədər ərazinin böyük olmasına görə dəmir yolu inkişafı daha çox Rusiya istiqamətində olan dəmir yolunun Sovetdən qalma olan bir infrastrukturudur. Burada çox ciddi iş gedir. Amma ikinci bir çağırış Ermənistan ərazisindədir. Bunun uzun bir tarixi, siyasi, hərbi cəhətləri var. Bu, düşünürəm ki, hər kəsə artıq ayandır. Zaten mən hesab edirəm ki, ümumiyyətlə gələcəkdə, keçmişdə də Zəngəzurun Ermənistana verilməsində də ən böyük məqsədlərdən biri həm də bu koridorun qarşısını almaq olub. Çünki məhz Zəngəzurun Ermənistana verilməsində 20-ci illərin əvvəllərində Türk dünyası tamamilə parçalanıb, Azərbaycanın qərbə və qərbdəkilərin də şərqə heç bir çıxışı olmayıb. Yəni, bugünkü perspektivdən baxanda 100 il bundan qabaqki hadisələr, sanki kimlərsə 100 il sonraki hadisələri düşünərək o zaman belə bir hərəkət artıb ki, bizim qarşımızda bugün bu məsələ çox ciddi şəkildə durur. Yəni, bu cəhətdən baxsaq, bu problemin həlli texniki cəhətdə mümkündür. Zaten Azərbaycan hal-hazırda Horadiz-Ağbənd istiqamətində 140 kilometrlik dəmir yolunu təxminən 63%-ni tamamlayıb. 120 kilometr avtomobil yolunda böyük bir hissəsi çəkilib. Yəni Zəngəzur dəhlizi qısa bir 42-40 kilometrlik bir ərazidir. Naxçıvan istiqamət və Türkiyə istiqamətindən zaten xeyli iş görülür. Türklər bu yaxınlarda bildiyiniz kimi 2 milyard dollarlıq bir kredit cəlb etdi ki, Türkiyə istiqamətində işlərdə də sürətlənsin. Yəni bu istiqamətdən baxsaq, texniki işlər kifayət qədər görülür. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da bugünkü açıqlamasında TRIP layihəsinə toxunub və qeyd edib ki, artıq işlərin icrası davam etdirilir. Bəli. Texniki cəhəti niyə mən deyirəm? Çünki Ermənistan ərazisi Zəngəzur dəhlizindən başqa, hissəsindən başqa istənilən bir ərazisi tranzit üçün yararlı deyildir. Yeganə Zəngəzur hissəsidir ki, orada dağlıq yoxdur, düzlükdür, daha rahat keçmək olur. Məsələn, bugün bizim Gürcüstandan keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi fəaliyyətə göstərir. Amma qarşımızda duran ən böyük əngəllərdən biri bu dəmir yolunun Gürcüstanda dağlıq ərazisindən keçməsidir. Məhz buna görə də bu il onu cəmi 5 milyon tona qədər yük artmasını artıra bilmişik. Amma qarşımızda duran ən ciddi məsələlərdən biri Gürcüstan ərazisinin dağlıq olması
dəmir yolunun dağlıq ərazisindən keçdiyi zaman sürətin aşağı düşməsi, yük ötürücülük qabiliyyətinin azalması və bununla bağlı kifayət qədər sərmayənin tələb olunmasıdır. Bu cəhətdən baxsaq, Zəngəzur dəhlizi həm də bir texniki məsələdir. Çünki orada daha az investisiya ilə təxmini hesablamalara görə il ərzində Zəngəzur dəhlizindən 15 milyon ton yük götürmək mümkündür ki, bunu yalnız Zəngəzur dəhlizində etmək, Ermənistanın istənilən bir ərazisində bunu etmək qeyri-mümkündür. Hava şəraiti, dağlıq, qışda keçilməz olması, infrastrukturun demək olar ki, mümkün olmaması, Ermənistan rəhbəri bunu anlayır zaten. Amma anlayaraq da bəzən belə bir bəyanat verməyi bizdə hər zaman təəccüb yaradır ki, onda bu səmimi deyirlər və yaxud da ki, peşəkar deyirlər və yaxud da ki, istənilən halda başqa məqsədləri var. Ermənilər üçün bir Zəngəzur sözünün müəyyən bir qorxusu var, biz bunu anlayırıq. Amma əslində bizim üçün Zəngəzur dəhlizi Azərbaycandan başlayaraq, çünki Azərbaycan bildiyiniz kimi Şərqi Zəngəzur iqtisadi rayonumuz da var bizim. Oradan başlayaraq Ermənistandan keçərək Naxçıvana gedən bütövlükdə bir zonanı biz başa düşürük ki, bu kifayət qədər təbii və normaldır. Məsələn ki, getdikcə daha çox iqtisadi maraqlar, praqmatizm və Vaşinqtonda keçən görüşdən sonra yaranan APAVA Ermənistan hakimiyyətinin də getdikcə daha çox iqtisadi maraqların belə deyim, öndə tutmağa bacarmasına imkan yaradacaqdır. Azərbaycan prezidenti Cənab İlham Əliyev kifayət qədər maraqlı bir addım ataraq bir tərəfli qaydada Ermənistana gedən tranzit yüklərinin bildiyiniz kimi hər hansı bir məhdudiyyət aradan qaldırmışdır. Bu bütövlükdə Ermənistan rəhbərliyinin hətta mən deyərdim şahmatda belə mat vəziyyətinə gətirib çıxaran kimi bir vəziyyətdir. Çünki Azərbaycan daha böyüklük göstərərək kifayət qədər belə deyim, regionda liderliyi sübut edərək göstərməyə çalışır ki, bu məsələlər sırf iqtisadi məsələlərdir, bunları siyasətdən ayırmaq lazımdır. Bugün Azərbaycan bütövlükdə istəyər ki, bütün dünyanın yükü Azərbaycandan keçsin, koridorlar Azərbaycandan keçsin, bütün dünya ölkələri hamı istəyir ki, ölkə bütövlükdə koridor olsun. Amma Ermənistandakı bu məsələ hansı ki, bunlar bunu daha çox belə deyim, mən hətta düşünürəm ki, müəyyən dərəcədə keçmişdən qalan bir siyasi praqmatizm olmamağı bir yanaşmasıdır. Bu dəyişəcəkdir, çünki Zəngəzur dəhlizi yalnız yüklərin daşınması deyil, eyni zamanda enerji marşrutlarını keçəcəyə gələcəkdir. Çünki bugün regionun bütövlükdə Avropa Birliyinə gələcəkdə böyük həcmdə yaşıl enerji ixrac etmək potensialı var. Hətta Ermənistan baş naziri bildiyiniz kimi bu layihə ilə qoşulmaqla bağlı da ictimai formada bir müraciət etmişdir. Çünki bu layihə Azərbaycan, Gürcüstan və Qaradənizin altından keçməklə, gələcəkdə də Orta Asiyanı da birləşdirməklə çox böyük bir layihədir. Yəni yüklə yanaşı eyni zamanda enerji koridorunun yaranması dünya iqtisadiyyatında çox ciddi şəkildə olan çox mühüm hadisədən biridir. Ona görə mən bir daha qayıdıram sualın əvvəlinə. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması artıq bir reallıqdır. Həm də nəzərə alsaq ki, burada Azərbaycan Ermənistana yanaşı Amerika Birləşmiş Ştatlarında verdiyi bir, mən ona belə deyəm, garantiya da deyərdim. Çünki bu dəhlizin açılmamasına bağlı bildiyiniz kimi bəzi ölkələr siyasi və hətta hərbi bəyanatlar da səsləndirmişlər. Hətta müəyyən hədələr də mövcud idi. Amma biz Azərbaycan rəhbərliyi kifayət qədər müdriklik göstərərək bu istiqamətdə atdığı addımlar gələcəkdə bir tərəfdən baxsa bu təhlükələri dəf etmək, ikinci bir tərəfdən isə bu təhlükələrin olmadığı halda iqtisadi maraqların önə çıxmasını təmin etməkdir. Bir məsələ mən xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan ümumiyyətlə regionun dünyaya açılmasında keçmişdə Amerika Birləşmiş Ştatları ilə çox yaxın və maraqlı təcrübəsi olmuşdur. Məsələn, Bakı, Tbilisi, Ceyhan kimi heç zamanı inana bilmədiyi, o zaman bütövlükdə regionun enerji və iqtisadi müstəqilliyinə səbəb olan Önder Heydər Əliyev tərəfindən təməl qoyulan bu layihə məhz Amerika Birləşmiş Ştatlarının yaxın dəstəyi ilə mümkün olmuşdur. Eyni layihə də Bakı, Tbilisi, Ərzurum qaz xətti. Yəni bütövlükdə keçmişdə də regionun iqtisadi müstəqilliyinə nail olmaqda Azərbaycan-ABŞ münasibətləri və onların bir-birini anlaması çox kritik rol oynamışdır. Yəni bu cəhətdən baxsaq, bu təcrübədən də irəli gələrək, bugün eyni təcrübənin də Zəngəzurda tətbiq olmağa deməyə əsas verir ki, bu layihə hökmən işləyəcəkdir, çalışacaqdır. İqtisadi praqmatizm də bunu deyir və mən istəyirəm ki, gələcəkdə də bütün ətraf orta dəhlizin keçəcəyi bütün ölkələrin marağındadır ki, bu dəhliz açılsın. O ki, qaldı türk dünyasına. Təbii ki, istənilən halda bugün türk dünyasının iqtisadi cəhətdən bütövləşməsində bu dəhlizin rolu çox böyükdür. Mən hətta biraz da gələcəyə də baxaraq hesab edirəm ki, bildiyiniz kimi türk dünyası öz təşkilatı formasında TDT Plus deyilən bir formatda tətbiq etməyə planlaşdırır. Yəni hökmən deyir ki, türk dilli dövlət olasan. Hətta türk dilli dövlət olmayıb belə, amma türk dünyasına yaxın əməkdaşlıq etmək istəyən dövlətlərin də sayı artacaqdır. Onlar hətta bu təşkilata müəyyən dərəcədə formatda əməkdaşlıq da eləyə bilərlər. Və istərdim ki, Ermənistan hakimiyyəti və dövləti də anlasa ki, onların bütövlükdə gələcəkdə iqtisadi inkişafı məhz türk dövlətləri təşkilatı ilə yaxın əməkdaşlıqdan keçir və onlar buradan kifayət qədər iqtisadi resurslar əldə edə bilərlər. O zaman Zəngəzur dəhlizinin açılması nəinki türk dünyasını, bütövlükdə ortaq dəhlizin Avrasiya materialında oynayacağı rolun çox mühüm bir hissəsinə çevriləcəkdir. Təşəkkür edirəm. Aqil müəllim, təbii ki, Zəngəzur dəhlizindən ermənilər təkcə bu dəhlizin özündən qorxmurlar. Hətta Zəngəzur sözünün özündən belə onlar çəkinirlər. Bunu təbii ki, bizim deməyə... Bəli.
Ona görə də elə Tahir müəllim də biraz öncə qeyd elədi, uzun müddət onlar bu dəhlizin açılmaması üçün müxtəlif vasitələrə əl atıblar, amma bugünkü reallıq bu dəhlizin artıq reallaşması istiqamətində atılan addımları göstərir və biz artıq bu addımları demək olar ki, atmışıq. Amma digər bir məsələ var. Bu dəhlizin açılmasında maraqlı olmayan qüvvələr kimlərdir? Onlar hansı tərəfdə dayanıblar və niyə görə maraqlı deyirlər ki, bu dəhliz açılsın? Yəni, bəlkə onlar özləri də istəyirlər ki, gəlib gələcəkdə nəsə burada bir cəlb olunsunlar. Əvvəla Bakı-Tbilisi qaz layihəsinin açılması çoxları o vaxtı xəyal adlandırırdı və bir çox qərb siyasətçiləri bu layihənin əleyhinə danışırdı. Amma indi bu günlər ona bir ümid yeri kimi dünyada resursların bölgüsünün əsas marşrutu kimi yanaşırlar. Və Bakı-Tbilisi qaz da yeri gəlmişkən Azərbaycan dövlətinin, Azərbaycan dövlət başçısının siyasi iradəsinin nəticəsidir. Yəni onun maliyyələşmə məsələsi də məlumdur ki, tamaşaçılarımıza da Azərbaycan onu rəmzi faizlə maliyyələşdirdi. O ki, qaldı Zəngəzurla bağlı. Əvvəla Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq. Bunun başqa variantı yoxdur. İndi ola bilər ki, müəyyən əvvəldə qeyd etdiyimiz kimi də Azərbaycan dünyaya rəqabət deyil, sülh daşıyan, əməkdaşlıq daşıyan bir tərəfdir və ABŞ-da keçirilən görüşlərdə əldə edilən razılığa görə bu beynəlxalq sülh və əməkdaşlığın Trump yolu adlandırılır. Yəni adının nə olmasına asılı olmayaraq Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var, Qərbi Zəngəzur o yol açılacaqdır və mən bir məsələni də qeyd edim ki, bu monitorinq zamanı görülən işlərin yerində müşahidəsindən bağlı, yerində baxışından bağlı müvafiq dövlət qurumlarının əməkdaşları əraziyə ezam olunmuşdur. O Zəngəzur dəhlizi keçən əraziləri gördük və Tahir müəllim, adamın ürəyi dağa dönür. O sərt dağlardan nə qədər gözəl tunellər çəkilib ki, dəmir yolunda döngələr sürəti azaldır, sürətli daşımanı təmin etmək üçün avtomobil yolunun yol örtüyü artıq hazırdır və demək olar Azərbaycan tərəfi Tahir müəllim də qeyd etdiyi kimi bir neçə aya bu layihənin Azərbaycan tərəfi üzərinə düşən məsələləri tamamlayacaqdır. Zəngəzur dəhlizinin əleyhinə çıxan tərəflərə gəldikdə Tahir müəllim qeyd etdi, Azərbaycan ilk belə deyək də yenə də birinci oldu, yenə də ilk bir addım atdı və Ermənistana tranzit Azərbaycandan daşındı və baxın, bir türk dövlətindən buğda Ermənistana daşındı. Və hesab edirəm ki, bunun da rəmzi tərəfi var. Həm türk dövlətindən, həm buğdanın daşınması. Yəni, dolayısıyla biz belə deyək də, qonşumuzun inkişafını, qonşumuzun gələcək perspektivləri üçün bu yolların mövcud olduğunu bir daha nümayiş etdirdik ki, Azərbaycan özünün potensial imkanlarını, infrastruktur təminatını Ermənistanın da inkişafı üçün açmağa hazırdır. Və təbii ki, Ermənistanın bu barədə daha geniş düşünməsi və qərar qəbul etməsi vacibdir. Çünki Ermənistanın xaricə çıxış yolu, bir yolu var, o da mövsümi məsələlərlə bağlı ilin yarısında işləmir. Zəngəzur dəhlizinin əleyhinə çıxacaq tərəflər məlumdur. Azərbaycan coğrafi olaraq elə qonşularla coğrafi ərazidə yerləşir ki, hər kəs o dəhlizdən pay almağa çalışır. Amma həm də eyni zamanda Azərbaycan əməkdaşlıq etdiyi üçün bildiyimiz kimi deməli Zəngəzur istiqamətdən bir Ağbənd dəhlizi də var və bu da perspektivdə müvafiq daşımaların icrasını təmin edə bilər. Ona görə burada belə deyək də dəhlizin əleyhinə çıxmaq yox, daha çox dəhlizdən pay almağa çalışan tərəflər var və dəhlizin perspektivinə xələl gətirmədən, dəhlizin perspektivinin reallaşmasına dəstək verəcək bütün razılaşmalarda, bütün əməkdaşlıqlarda Azərbaycan bir tərəf olaraq hazırdır və əməkdaşlıqlar edir. Bütün hallarda Zəngəzur dəhlizi açılacaqdır və hesab edirəm ki, ABŞ-da keçirilən görüşlər əsasında o 43 kilometrlik bir məsafədə dünyanın tanınmış logistik şirkətlərinin olması dəhlizin cəlbediciliyini daha da artıracaqdır. Bu günləri Ələtin biz qarşıdakı perspektivdə 25 milyon ton yük buraxılış qabiliyyətini planlayırıq, illik buraxılış qabiliyyətini və Bakı-Tbilisi-Qarsın buraxılış qabiliyyəti hörmətli millət vəkilimiz qeyd etdi. Müəyyən hələ restavrasiyadan sonra 5 milyona çatdırmışıq və bu işlər davam edir. Hesab edirəm ki, qarşıdakı illərdə 10 milyona qədər inkişaf etdirə biləcəyik. Amma Zəngəzur dəhlizinin açılması bizə 12-15 milyon ton əlavə illik buraxıcılıq qabiliyyəti təqdim edəcəkdir ki, bu da Ələtin potensialının şaxələnməsinə imkan yaradacaqdır. Zəngəzur dəhlizi milli, regional, çox istiqamətli ümumiyyətlə əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatını birləşdirmək
əksinə bir arteriyaya çevriləcəkdir. Türkiyənin üzərindən Avropaya çıxışları intensivləşdirəcəkdir və təsadüfi deyil ki, bir çox mənbələrdə Naxçıvan Azərbaycanın Avropaya açılan qapısı hesab edilir və bu da çox tarixi köklərə söykənir. Yəni biraz mövzudan kənar olsa da bizim qaz dəhlizləri də Türkiyə üzərindən Avropaya çıxır. Bugün Zəngəzur dəhlizi də yaxın keçmişdə Qars, İğdır, Dilucu dəmir yolu xətti var. Yəni bunlar hamısı planlı şəkildədir ki, o dəmir yolu Qars, İğdır, Dilucu deyil. Dilucu, İğdır, Qars istiqamətində Avropaya çıxışımızı təmin edəcəkdir Zəngəzur dəhlizinin reallaşması sonra və daha çox potensial imkanların daha çox reallaşmasına kömək edəcəkdir. Görünən odur ki, Çinin istehsal imkanları günü-gündən genişlənir. Yəni bir il öncəyə, il yarım öncəyə baxsaq, Çin-Avropa ticarət dövriyyəsi 600 milyardın üzərindədirsə, bugün 730 milyarddan daha çoxdur və bu daşımaların da əsas hissəsi orta dəhliz üzərindən, Azərbaycan üzərindən reallaşır Avropaya istiqamətində gedən yüklərin. Və təbii ki, Zəngəzur dəhlizinin açılması bu imkanları genişləndirəcəkdir və bu dəhlizdən daha çox xeyir götürən, bu dəhlizin açılmasını gecikdirən bütün vəzifələrini bayaq Tahir müəllim qeyd elədi. Nə qədər yalan, nə bilim, nə qədər uyğun olmayan fikirlər varsa, onların hamısı bərabərdir, erməni yazsaq məsələ həll olunur. Yəni bunlar istənilən halda dəhlizin icrasını uzatmağa, açılışını uzatmağa çalışır, amma nəticədə ondan daha çox bəhrələnən tərəflərdən biri də Ermənistan olacaqdır, xarici bazara çıxış imkanı əldə edəcəkdir. Ümumilikdə dəhliz həm regional, həm siyasi, həm strateji baxımdan, həm inteqrasiya baxımından əhəmiyyət kəsb edən bir dəhliz olacaq. Təşəkkür edirəm. Tahir müəllim, mən istərdim, təbii ki, biz Amerika Birləşmiş Ştatlarının regiondakı, yəni regiona gəlişini də biraz öncə biz Bakı, Tbilisi, Ceyhanı burada xatırladıq və uzun illərdən sonra artıq TRIP layihəsi, yəni Zəngəzur layihəsinin gerçəkləşməsi istiqamətində. Amma regionda Amerika Birləşmiş Ştatları ilə baş-başa gələcək bir dövlətin olduğunu düşünürsünüzmü? Məsələn, region olaraq biz Rusiyanı və yaxud da İranı burada görə bilərikmi və onların bu məsələdə Amerika Birləşmiş Ştatlarının belə deyək fikirlərini, onların artıq təsdiqlərini burada birbaşa olaraq təsdiqləməsini necə görmək olar? Bax, siz dediyiniz bayaqki rəqabət artıq indi danışmaq olar rəqabət. Buyurun o zaman, onda rəqabətdən indi danışaq. Çünki bəli, regionda müxtəlif güclərin rəqabət həmişə olub, var, bu olacaq hər zaman. Zaten bizim kimi dövlətlərin də əsas siyasi müdrikliyi ondan ibarətdir ki, bu rəqabətdən necə öz xeyrimizə istifadə edək və Azərbaycan dövlət başçısı Cənab Ələmin siyasəti bunun ən yaxşı nümunəsidir. Biz əslində bu ayrı-ayrı müxtəlif yerlərdə, hətta müharibə, hətta döyüşən bəzi qüvvələrin belə Cənubi Qafqazda, xüsusən Azərbaycanda birgə formatlarından nail ola biləcək bir dövlətik, bunu görürük də. Bugün təsəvvür edin ki, bəli, biz onun adını daha doğru desək belə gəlir, Zəngəzur dəhlizində TRIP layihəsi. Bu daha doğru səslənir bəlkə də, çünki bilirəm ki... Yəni bunu belə deməklə biz həm də rəqabətə bir qədər də geniş yer vermiş oluruq. Bundan başqa həm də demək istəyirik ki, bu koridor yalnız TRIP layihəsindən də ibarət deyil. Burada enerji xəttləri keçə bilər, burada başqa xəttlər ola bilər, başqa gələcəkdə iqtisadi əməkdaşlıq formatlar ola bilər. Bu çox ciddi bir məsələdir. Amma eyni zamanda təbii ki, bunun hal-hazırda ən gündəmdə olan TRIP layihəsidir. TRIP layihəsi birbaşa yüklərin daşınmasına xidmət edəcək mühüm bir layihədir. Burada iki məsələ var, onun altından xüsusi xətt çəkmək istəyirdim. Nəzərə alsaq, bugün Ermənistanın bütün dəmir yolu şəbəkəsi Rusiyaya məxsusdur. Onlarda dəmir yolu şirkəti bizdən fərqli olur. Bizdə Azərbaycanın milli şirkətidir, orada tamamilə Rusiyaya satılır. Həm də bu iqtisadi asıllıq deməkdir də? Asıllıqdan başqa, həm də nəzərə alsaq ki, Ermənistan dəmir yolunun, infrastrukturunun şəbəkənin fəaliyyətə göstərməsi, TRIP layihəsi, Zəngəzur açılmasının dolayısı yolla Rusiyaya da böyük xeyri var. Zaten orada dəmir yolu şirkətinin əldə etdiyi gəlirin böyük bir hissəsi Rusiyaya məxsusdur. Hətta Ermənistan bunu atsa da belə. Yəni, çünki keçmişdə Ermənistan öz iqtisadi suverenliyin böyük bir hissəsini Rusiyaya verib və Rusiyaya satıb, belə deyim. Enerji layihələri var orada, dəmir yol layihələri var, mobil telefon şəbəkəsi var. Ciddi şəkildə Rusiya əslində Ermənistanın iqtisadi inkişafından gəlir götürən bir ölkədir. Ona görə bunu yalnız belə baxmaq ki, Zəngəzur dəhlizinin açılmasına Rusiya burada itirəcək, mən bunu doğru saymıram. Daha praqmatik şəhərdən yanaşsa, düşünürəm ki, Rusiya orada kifayət qədər dolayısız gəlir əldə edəcəkdir. İkinci bir tərəfdən baxsaq, İranla da bağlı. Zəngəzur dəhlizinin bayaqda qeyd olunur, cənub tərəfində ikinci bir körpü artıq tikilir. Mən bildiyimə görə körpünün biri artıq bitib, ikincisi də bitməkdədir. Araz dənizinin, yəni sol sahilindən baxsaq, biz
ona Cənubi Zəngəzur dəhlizi də deyə bilərik. Çünki onun cənub hissəsində. Yəni o istiqamətdən keçməklə də ikinci bir yolda çəkilir ki, İran da bundan kifayət qədər gəlir əldə edə bilər. Çünki bizim üçün üç tərəfli görüş keçirildi elə Astarada. Rusiya, Azərbaycan və İran nümayəndələri orada görüşdülər. O şimal-cənub dəhlizi ilə bağlıdır. Çünki bu gün mən bir məsələni toxunacağam indi. Bəli, bu layihənin açılmasından Zəngəzurdan keçən layihənin bir hissəsi kifayət qədər həcm artdıqca iqtisadi, texniki imkan verəcək ki, bütün marşrutlardan istifadə edək. Həm Gürcüstan istiqamətində, məsələn, ilk dəfə Zəngəzur dəhlizi açıldığı söhbət getdiyi zaman Gürcüstan bunu özünə bir rəqib layihə kimi qəbul edirdi. Amma zaman keçdikcə artıq iqtisadi imkanların böyük olması və bu gün Avropa-Çin arasında bir il ərzində 2 milyon konteyner daşınır. Bu kifayət qədər böyük bir rəqəmdir. Biz hal-hazırda onun yalnız bir hissəsinə nail olmaq istəyirik. O bir hissəsi bizə tam imkan verir ki, Gürcüstan, Ermənistandan, hətta İrandan keçən bütün nəqliyyat dəhlizi layihələrini ötürmə qabiliyyətlərini 10 dəfəyə qədər çox artıra biləsən. Yəni imkanlar potensial kifayət qədər böyükdür. Bu gün bu regionda hər kəsdə yer var. Kimsə deyə bilməz ki, mən iqtisadi maraqlarının kənara qaldı. Və o zaman Çinlə Amerika Birləşmiş Ştatlarının regionda o rəqabəti və yaxud da maraqları üst-üstə düşürmü sizcə? Çox maraqlı məsələdir. Çünki bu gün belə deyim, Çin və Amerika Birləşmiş Ştatları nə dərəcədə siyasi cəhətdən rəqabət aparsa da, amma iqtisadi cəhətdən bir-birini bir çox sahələrdə tamamlayırlar. Bu gün Çin ixracının böyük bir hissəsi Amerika Birləşmiş Ştatlarındadır. Böyük bir hissəsi. ABŞ-la Çinin arasında ticarət kəsiri 300 milyard dollara yaxın Çinin xeyrinədir. Hətta biz iqtisadi cəhətdən bəzən baxanda düşünürük ki, Çin iqtisadiyyatı bəzən hər zaman dua edir ki, Amerikan iqtisadiyyatına bir şey olmasın. Çünki onların böyük gəlirləri Amerikadandır. İkinci ən böyük ticarət kəsirləri Çinin xeyrinə Avropa ilədir. Bayaq qeyd etdiniz 732 milyard ticarət dövriyyəsi Çinlə, Avropa ilədir. 580 milyard dollara yaxın ABŞ-landır. Yəni bugün dünya iqtisadiyyatında artıq siyasi bəzən yanaşmaları və yaxud da ki, müəyyən işləri kənara qoysaq, amma iqtisadi cəhətdən praqmatizmdə bütün dünyanın bir-birinin əməkdaşlığı çox vacibdir. Əks halda çox ciddi şəkildə iqtisadi böhran yarana bilər və bundan heç bir dövlət tuta bilməz. Bu cəhətdən baxsaq, bugün ABŞ-ın Zəngəzur dəhlizindən layihə keçirməsi və buradan gəlir əldə etməsi həm də ABŞ-ın iqtisadi maraqlarından və praqmatik maraqlarından irəli gəlir. Çünki bugün mən daha öncə də qeyd etmişdim, bugün dünyada bütün nəzarət dəhlizlər üzrə nəzarətin üzərində gedir. Kim dəhlizlərə nəzarət edirsə, gələcəkdə iqtisadiyyata da dünya iqtisadiyyata nəzarət edəcək. 100 il bundan qabaq kim boğazlara nəzarət edirdisə, ki İngiltərənin ən böyük iqtisadi siyasətindən biri olmuşdur. O dünya iqtisadiyyatına nəzarət edir. İngiltərə bunun nəticəsində 100 il hökmranlıq etdi. Amma indi elə bir dövr gəldi ki, kim dəhlizlərə nəzarət edirsə. Yəni bu cəhətdən baxsaq, ABŞ-ın regionda olması, xüsusən bu layihədə olması onun həm də iqtisadi maraqlarına irəli gəlir və mən hesab edirəm ki, gələcəkdə Çin-Avropa iqtisadi münasibətlərinin artım tempi Çin-ABŞ münasibətlərlə müqayisədə daha sürətli olacaq. Bugün ticarətin həcmi də kifayət qədər böyükdür və nəzərə alsaq ki, Çin-ABŞ münasibətlərdən fərqli olaraq Çin-Avropa iqtisadi daşımalarında dəmir yolu, xüsusən də quru nəqliyyatının həcmi getdikcə artır və burada Amerikalıların iqtisadi fayda əldə etmək göstərməsi kifayət qədər vacibdir. Amma bütün bunların fonunda bir məsələni xüsusi qeyd etmək istəyirdim ki, bugün Zəngəzur koridorunda trip layihəsinin həyata keçirməsi həm də Azərbaycan dövlət başçısının və Azərbaycan dövlətinin gələcəyə yönəlmiş çox mühüm praqmatik və müdrik siyasətinə irəli gəlir. Çünki bugün baxsaq, bugün regionun daha da iqtisadi cəhətdən sabit olması onun siyasi və hərbi cəhətdən təhlükəsizliyi ilə keçir. Bugün regionun iqtisadi maraqlarına ziyan vurmaq istəyən hər bir dövlət keçmişdə birinci növbədə siyasi və hərbi zərbə vurmuşdur. Bizim Qarabağ münaqişəsi, bu ölkələrdə baş verən siyasi işlərlə qarışmaların tək bir məqsədi vardır ki, bu regionda iqtisadi maraqlar təmin olunması. Yəni bu cəhətdən baxsaq, hər iki təhlükənin dəf olunması, bu cəhətdən baxsaq, Amerika Birləşmiş Ştatlarının regionda olması Azərbaycana və bütün qonşu ölkələrə gələcəkdə daha çox iqtisadi layihələr həyata keçirmə marağı yaradacaq ki, burada da ingilislərin win-win dediyi bir texnologiya var. Yəni biz də qazanaq, siz də qazanın. Bax, biz də qazanaq, siz də qazanın ABŞ-ın dünyada iqtisadi siyasətinin mühüm hissələrindən biridir. Mən ABŞ demişkən hər zaman administrasiyanı da fərqləndirmək istəyərdim. Çünki ABŞ-ın bugünkü respublikaçılar administrasiyanın əsas iqtisadi siyasəti win-windir. Amma təəssüf ki, keçmiş administrasiyada biz bəzən başqa siyasətdən əsas görmüş. Ona görə tək yalnız ABŞ deməyək, amma ABŞ-ın bugünkü respublikaçı administrasiyasının həyata keçirdiyi siyasətdən bəhs edərkən bu dediklərimiz daha real və daha aydın görsənir. Təşəkkür edirəm Tahir müəllim. Aqil müəllim, düzdür, Tahir müəllim deyir ki, burada elə bir rəqabət yoxdur. Əslində Tahir müəllimin çıxışından belə bir nəticəyə gəlmək olar ki, gələcək üçün də həm də geniş bir rəqabət üçün meydan açılır. Avropa bu məsələdə hansı mövqedə dayanacaq? Yəni gələcəkdə, çünki biz Amerika Birləşmiş Ştatlarından danışırıq, Cənubi Qafqazda onun mövqeyindən və yaxud da Çindən danışırıq, regional dövlətlərdən danışırıq.
Avropanın rolu nə dərəcədə olmalıdır ki, gələcəkdə bu layihələrdən kənarda qalmasın? Bunun üçün hansı addımlar atıla bilər? Bilirsiniz, harada iqtisadiyyat varsa rəqabət var, iqtisadi maraqlar varsa rəqabət var. Amma bu rəqabət inkişafa yönəlgi olmalıdır. Baxın, tutaq ki, o dediyimiz trip dəhlizinə 43 kilometr ərazidə Amerikanın logistik şirkətləri yerləşəcək, onlar nəzarət edəcək. Dəhlizin əsas yük təminatçısı Çindir. Yük gəlməsə, orada nə qədər dəhlizdə nəzarət edirsən və ya da dəhliz işləməyəcək, də belə deyil. Ona görə də burada rəqabət yox. Əslində bu rəqabət əməkdaşlıq formasında olacaqdır. Rəqabət dəhlizdən daha çox pay almaq yox, dəhlizi daha çox inkişaf etdirmək. Amma daha çox mən qazanım olmayacaq mı? Yəni, yox, daha çox qazanmaq üçün birinci növbədə mənbə olmalıdır. Yük mənbəyi Çindir. Yəni, nə qədər rəqabət aparsaq da, nə qədər Amerika və yaxud da Avropa, Çinin hansısa bir məsələdə mövqeləri uyğun gəlməsə belə, bugün dünyanın istehsal mərkəzi, yük mərkəzi Çindir və Çin yükləri olmadığı halda o dəhliz işləməyəcəkdir. Yəni bu baxımdan da burada hesab etmirəm ki, hər hansı bir Avropa, Çin və yaxud da Amerika-Çin münasibətlərində olan məsələlər dəhlizin fəaliyyətinə təsir etsin. Çin əsas yük mənbəyidir, hansı ki o yüklər də mövcud statistik mənzərə də göstərir ki, həm Amerikanın, həm Avropanın bu yüklərə, Çin istehsalına ciddi ehtiyacı var. Yəni bu ehtiyaclar əslində bu dünyanın yaşam aksiomasıdır. Yəni resursların bölgüsü, o keçmiş biraz iqtisadi nəzəriyyəyə girsə, Tahir müəllim də iqtisadçı alimdir, müqayisəli üstünlüklər, mütləq üstünlüklər nəzər elər. Yəni resursların bölgüsü bu dəhlizlər vasitəsilə həyata keçirilir və dəhlizlər üzərində rəqabət, əməkdaşlıq yox, rəqabət anlamına gəlsə ki, daha çox qazanım anlamına gəlməyi, burada yalnız o halda rəqabət olur. Dəhlizlə daha çox yük göndərim. Yəni bu günləri tutaq ki, Çin əsas yük mərkəzidir. Çin 25 milyon ton yük göndərmək istəyir. Avropada çalışır ki, 25 milyon yox, tutaq ki, 35 milyon göndərim ki, daha çox qazanc əldə edin. Bax, rəqabət bu kontekstdə ola bilər. Amma dəhlizin fəaliyyətinin gücləndirilməsinə yönəlik rəqabətdir. Yəni, sonda bu rəqabətdən yenə də dəhlizlər qazanacaqdır. Çünki yük artmalıdır ki, dəhlizin fəaliyyəti genişlənsin. Ona görə düşünürəm, burada rəqabət daha çox, yenə deyirəm, dəhlizin potensial imkanlarından istifadəyə doğru olacaqdır. Təbiidir, bir daha qayıdıram, harada iqtisadiyyat varsa, yəni rəqabət iqtisadiyyatın əslində inkişaf lokomotividir, sağlam rəqabət təbii ki. Yəni digər bir dövlətə bu və ya digər şəkildə maneəçilik yaradım, çox qazanım yox. Dediyim kimi, daha çox yük göndərək, dəhlizin buraxılıcılıq qabiliyyətlərini artıraq. Bayaqlar hörmətli Tahir müəllim qeyd etdi, Xəzər dənizində əsas problem dibdənilləşdirmə ilə bağlıdır. Böyük gəmilər hərəkət edə bilmir. Aktauda bu istiqamətdə aktiv başlayıblar. O cümlədən Ələt limanında da bu istiqamətdə işlər gedir. Roro tipli böyük gəmilər hərəkət edə bilmir. Və bunların hərəkəti üçün şərait yaradılmalıdır. Türkmənistanda, Türkmənbaşı limanında oxşar layihələr həyata keçirilir. Yəni burada rəqabət, kim daha yaxşı liman formalaşacaq, kim daha yaxşı infrastruktur təmin edəcəkdir ki, o daha çox qazansın. Bax, bu kontekstdə gedə bilər. Bir məsələ də var, əlavə edeyim. Məsələyə biraz başqa rakursdan baxanda maraqlı bir mənzərə yaranır. Bugün orta dəhlizdə ən çox investisiya qoyan tərəflər ABŞ deyil, Rusiyada deyil, Avropa Birliyi və Çindir, bir də ki, Türk dünyasıdır. Niyə Avropa Birliyi və Çin? Çinin bir kəməl bir yol marşrutu var. Çinin ən böyük problemi öz artan yüklərini, istehsalını Avropaya daha tez və daha ucuz çatdırmaqdır. Buna görə Çin milyardlarla xərcləyir. Və nəinki Xəzər dənizinə qədər, hətta Şərqi Avropa portlarına belə investisiya və kredit verərək onları bunu inkişaf etdirməyə çalışdırır. Avropanın ən böyük problemi, həm də eyni problemdə Avropada var, mallarını daha yaxşı formada, daha tez, ucuz Çinə ixrac etmək və Çindən də daha tez mal almaq. Çünki Avropa Birliyinin dünyada ən çox rəqabət apardığı bazar Amerika Birləşmiş Ştatlarıdır. Və bu rəqabətdə Avropa istəyir ki, ABŞ-ı qarşılasın. Çünki Amerika Birləşmiş Ştatlarının bugün əmək məhsuldarlığı və sürəti Avropanı 2 dəfəyə yaxın qarşılayır. Üstəliyir. O cəhətdən baxsaq, bütün bazarlarda Avropa ən çox ABŞ-a uduzur bugün. Zaten Çinlə rəqabət aparmaq onların fikri yoxdur və bu mümkün də deyil. Çünki qiymət və yanaşma tamamilə fərqlidir. Amma ABŞ-a da bu bazarlar uduzması Avropanın çox ciddi narahat edir. Buna görə Avropaya ucuz enerji, ucuz işçi qüvvəsi və eyni zamanda sürətli mal lazımdır. Təbii ki, Türk dünyası ölkələrinin də burada. Danışa bilmərik də. Rəqabət əslində başqa dövlətlər arasında, ora gələcəm. Türk dünyası da niyə investisiya qoyur? Çünki bizə maraqlıdır ki, bu yüklər buradan keçsin, biz buradan iqtisadi fayda əldə edəcəyik. Nəinki tranzitdən, amma eyni zamanda birgə müəssisələr yaradırıq, iqtisadi inteqrasiya formatları yaradıcı təbiidir. Burada bugün bu rəqabət deməyən, bu gəlirdən əldə etmək istəyən tamamilə doğru qeyd edilisi ölkələr var. Bunların təbii ki, başında gələn ABŞ,
Çünki ABŞ baxır ki, bu əlaqələr kifayət intensivləşəcəksə, burada iqtisadi maraqlar önə çıxır ki, mən gəlir əldə edeyim. Bu gəliri qazanmaq istəyən Rusiya baxır ki, təbii ki, Rusiyadan ikinci keçən bir marşrut olduğuna görə onun Rusiyanın burada bu rəqabətdən də əldə etmək istədiyi bir fayda var. Başqa ölkələr də gələcəkdə ola bilər, amma bugün düşünürəm ki, bu rəqabətin olması kifayət qədər yaxşıdır, vacibdir. Rəqabət olduğu zaman biz də daha çox uduruq. Çünki biz burada yerin sahibi bizik, bu dəhlizin sahibi Azərbaycandır, Türk dünyasıdır. Hesab edirəm ki, əslində biz gələcəkdə nə qədər daha çox rəqabət və sağlam rəqabət biz burada təşkil edə biləriksə, o qədər daha çox biz iqtisadi fayda əldə edə bilərik. Tahir müəllim, o zaman Azərbaycanın iqtisadi üstünlükləri nə olacaq? Birincisi deyim ki, Azərbaycansız bugün orta dəhlizi təsəvvür etmək qeyri-mümkündür. Hətta mən dünən mətbuatda bir məlumat oxudum, bu İran, Əfqanistan və Türkiyə arasında orta dəhlizə rəqabət ola biləcək, sizin terminlə desək, yeni bir xəttin çəkilməsi ilə bağlı razılığa gəlmək kimi belə bir şey var. Bu layihə var, bu ideya da var. Çünki İran düşünür ki, Əfqanistan, Pakistandan gəlməklə, Çin yüklərini almaqla, Pakistandan İran ərazisi və Türkiyə keçməklə belə bir Avropaya yük çatdırmaq. Bu ideyalar var. Necə ki, vaxtilə Ermənistanda da o 4 tərəfə ox çəkməklə bir layihə qoymuşlar ortalığa. Bu layihələr çox adamda, çox ölkələrdə var. Amma bunun ciddi iqtisadi və texniki tərəfi var. Bugün Azərbaycan orta dəhlizdə yüklərin daşınmasının ən təhlükəsiz yeridir. İkincisi, siyasi cəhətdən ən proqnozlaşdırıla bilən bir ölkədir. Bugün Azərbaycandan başqa elə bir ölkə haqqında danışmaq olmaz ki, 10 ildən, 15 ildən sonra orada nə olacaq? Məsələn, bugün İran, Əfqanistan, Pakistan, Türkiyə marşrutunun ən böyük problemi bilirsiniz nədir? Pakistanda olan qeyri-sabitlik, Bəlucistan əyalətində İranla arasında terror qruplaşmaları, İran arasında dağlıq ərazinin mövcud olmağı, Türkiyədə Van gölü ətrafında olan çox böyük bir dənə, ona biz bottleneck deyirik, yəni ciddi orada keçidlə bağlı limitlərin olmasıdır. Bunların hamısını gətirib çıxardır ki, Azərbaycansız bugün orta dəhliz qeyri-mümkündür. Hətta mən sizə deyirəm ki, orta dəhlizin bugün dünyada belə çox danışılmağının da əsas səbəbi Azərbaycanın təşəbbüsləridir. Bugün Azərbaycan prezidentindən daha çox orta dəhlizdən danışan beynəlxalq təşkilatlarda ikinci bir lider yoxdur. Bugün Azərbaycan dövlət təşkilatlarının, bizim hökumətin, nazirliklərin inisiativi ilə ən çox orta dəhlizdə standartlaşmanın tətbiq olunacağı ikinci bir dövlət də yoxdur. Məsələn, biz bugün Türk Dövlətləri Təşkilatı çərçivəsində İTİR, İCMR və İKASTM, yəni elektron daşıma, elektron gömrük, tariflərin vahid olması ilə bağlı hələ bəhs edir. Azərbaycan prezidentinin 2012-ci ildən bəri keçən bir fərmanı da mövcuddur. Yəni Azərbaycan daha çox dünyanı anlayaraq həm Orta Asiya, həm Türkiyə, həm Avropa, həm Çinlə əlaqələri bütün yaxşı olan dünyada, belə deyim, az sayda ölkələrdən biridir. Ona görə istəyirəm ki, Azərbaycan burada həm də bir uzlaşdırıcı rol oynayır. Azərbaycan burada həm də ayrı-ayrı maraqları necə bir yerə yığmaq olar, kimlə necə danışmaq olar, müxtəlif ziddiyyətləri olan ölkələri necə birləşdirmək olar. Bütün bunlarda Azərbaycan çox mühüm rol oynayır. Ona görə Azərbaycansız bugün orta dəhliz qeyri-mümkündür. Bu birinci məsələ. İkincisi, Azərbaycanın malik olduğu infrastruktur bugün orta dəhlizin daha sürətlə ələ keçməsinə imkan yaradır. Bugün bizdə 9 beynəlxalq hava limanı var. Bugün Azərbaycanın bütövlükdə şərqindən qərbinə doğru baxsanız, çox böyük bir miqdarda yeni çəkilmiş dəmir yolları, avtomobil nəqliyyatı var, tunellərimiz var. Bugün Azərbaycan həm də eyni zamanda bütövlükdə bu nəqliyyat əlaqələrinin keçməsi üçün ölkədə ən çox qanunvericiliyi təkmilləşmiş bir ölkədir. Bu cəhətdən baxsaq, bizim ərəb kimi azad zonamız var, tamamilə vergiden azaddır. Azərbaycanda ona yaxın sənaye parklarımız var, vergiden azaddır. Hətta Zəngəzur dəhlizinin başlandığı yerdə Araz Vadi, Zəngilan arasında belə bizim vergiden azad zonalarımız var. Yəni bir dəhlizin fəaliyyət göstərməsi üçün Azərbaycanda demək olar ki, bütün hər şey mövcuddur. Yəni bu cəhətdən baxsaq, Azərbaycanın iqtisadi faydası gələn daha çox olacaq. Çünki mən istəyirəm ki, Azərbaycan həm də eyni zamanda bu dəhlizdən bayaq da mən qeyd etdiyim kimi enerji ixracı kimi istifadə etmək üçün çox mühüm bir üstünlüyə malikdir. Bugün regionda ən çox yaşıl enerjiyə investisiya qoyan ölkə Azərbaycandır. Ən çox gələcəkdə ixrac potensial olan ölkədən də bir Azərbaycandır. Həm də nəzərə alsaq ki, bugün Azərbaycan kimi Orta Asiyanın da çox böyük yaşıl enerji potensialı var və onlar da bu enerjini hara ixrac etmək kimi sualın qarşısında tək bir cavab tapırlar. Azərbaycanın enerji xəttlərindən istifadə etməklə və bizim siyasi əlaqələrimizdən istifadə etməklə. Ona görə həm bizim rolumuz çox böyükdür, həm bizim gələcəkdə əldə edəcəyimiz fayda çox böyükdür. Həm də bayaq mən ta intervyunun başında dediyim kimi, buna yalnız bir nəqliyyat dəhlizi və yaxud da ki, iqtisad layihə kimi baxmaq doğru deyil. Azərbaycan bugün yeni yaranan dünyada yeni düzənin orta ölçülü liderlərindən biri kimi özünü təsdiq edir həm də insan. Hər kəsdən danışaraq, hər kəsdən təşəbbüs göstərərək, onları dəstəkləyərək. Məsələn, Azərbaycan prezidenti Ermənistana etdiyi jest
məhz dünyada yeni düzəndə orta ölçülü bir lider dövlətin edə biləcəyi bir jestdir. Bax, Azərbaycan bunları göstərməklə həm də göstərir ki, bütün dünyaya ki, biz artıq hazırıq, iqtisadi cəhətdən də hazırıq, ətrafında müttəfiqlərimiz də var, bizə inananlar da var, bizim dediyimiz və bizim yardım edəcəyimiz ölkələr də var. Hətta Ermənistana belə bizim heç bir düşmənçiliyimiz yoxdur. Biz dünya yeni liderlik kimi özümüz apararaq ona da belə lazım olsa yardım etməyə hazırıq. Bax, bütün bunlar hamısı orta dəhlizin gələcəkdə əməkdaşlıq formatının yeni konsepsiyasıdır. Təşəkkür edirəm. Aqil müəllim, son olaraq soruşmaq istəyirəm. Tahir müəllim maraqlı bir ipucu verdi. Təbii ki, Azərbaycanın iqtisadi üstünlükləri çoxdur və Azərbaycansız da biz Zəngəzur dəhlizinin açılmasını belə təsəvvür edə bilmərik. Amma digər məqam iqtisadi təhlükəsizliyin qarantı məsələsidir. Digər ölkələr bunu necə qoruyacaqlar? İqtisadi təhlükəsizliyin qorunması, iqtisadi maraqların qorunması təbii ki, bu öndə gələn bir məsələdir və bizim danışdığımız bu iqtisadi dividendlər hamısı sizin qeyd etdiyiniz təhlükəsizlikdən sonraki məsələlərdir. Azərbaycan uzun illər əvvəldən başlayan sistemli işlərin, layihələrin əsasında artıq bir haba çevrilib, qovşağa çevrilib və bugünlər Azərbaycan yalnız Çindən, Orta Asiyadan gəlib Türkiyə üzərindən Avropaya çıxan məhsulların deyil, həm də Tahir müəllim də qeyd etdiyi kimi enerji mənbələrinin, enerji daşıyıcılarının bir qovşağına çevrildi. Baxın, 2022-ci ildə Qazmunayqazla Qazaxıstanın neft şirkəti ilə SOCAR arasında imzalanan müqavilə əsasında Bakı-Tbilisi-Ceyhan layihəsinin, Ceyhan kəmərinin potensialından Qazaxıstan da bir qardaş dövlət kimi yararlanır və 2027-ci ilə qədər bu həcmin daha da artırılması planlaşdırılır. Bu cümlədən deməli bir sualtı kabel layihəsi var ki, Avropanın çox marağındadır və Avropa 1 milyarda yaxın ora artıq investisiya qoymaqla bağlı qərar qəbul edib. Xəzər dənizinin, Qara dənizin altından keçməklə kabel vasitəsilə Avropaya enerji ixracı. Və nəzərə alsaq ki, Azərbaycan işğaldan azad olunmuş əraziləri yaşıl enerji mənbəyi elan edibdir. Azərbaycanda alternativ enerji mənbələrindən istifadə ilə bağlı sistemli işlər götürülür. Artıq konkret investisiya layihələri ortadadır. Yaxın 5 ildə Azərbaycan 7 gigavata qədər deməli yaşıl enerji istehsal edəcək ki, onun da 70%-dən çoxu ixracı düşünülür, ixracı planlaşdırılır. Qazaxıstan bu istiqamətdə çox geniş addımlar atır. 1.8 trilyon kilovat günəş enerjisinə, 1 trilyon kilovat külək enerjisinə malik ölkədir və bu enerji mənbələrinin də qeyd etdiyimiz dəhliz vasitəsilə Avropaya çıxışı nəzərdə tutulur və bütün bunlar onu deməyə əsas verir ki, artıq bu cür mega layihələr iqtisadi təhlükəsizlik, iqtisadi maraqlar məsələlərindən sonra gələn məsələlərdir. Məsələnin fövqündə iqtisadi təhlükəsizlik gəlir, iqtisadi maraqlar gəlir və zaman da göstərir ki, Azərbaycan dövləti, Azərbaycan rəhbərliyi bu məsələləri həmişə öndə tutur və düşünmürəm ki, burada Azərbaycanın əleyhinə, Azərbaycan iqtisadi maraqlarına uyğun olmayan nələrsə bizə rast gəlsin. Hər ikinizə təşəkkür edirəm maraqlı efir üçün. Bir daha xatırladım ki, qonaqların millət vəkili Tahir Mirçili və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, İqtisad elmləri doktoru Aqil Əsədov idi. Biz studiyada orta dəhlizin əsas qollarından biri olan Zəngəzur dəhlizi, yəni TRIP layihəsinin əhəmiyyəti barədə danışdıq.